Xəstələrin müalicəsində dərman müalicələrinin əhəmiyyəti var. Xəstələrin müalicəsində elmi biliklərin əhəmiyyəti var. Amma xəstəni ən birinci sağaldır qayğı. O xəstələrə o qədər qayğı ilə yanaşmışıq ki, ona görə müvəffəqiyyətimiz bol-bol olub. Deməli, çox maraqlı hadisələr müşahidə eləmişəm. Çox inkişaf qüsurları görmüşəm. İşlədiyim dövr ərzində o qədər maraqlı hadisələr olub ki, məsələn, uzun müddət yad cismi ağciyərlərdə gəzdirən sizin Yanşaq kənd sakini, deməli, onlar faizdə köçürdülər Alazana, qışlağı orada keçirdilər, yaz dövründə qayıdırlar Kəlbəcərə. Bunlar uşağı xəstələndirirlər, uşağı aparırlar Gəncəyə. Gəncədə uşağa ağciyər vərəmi diaqnozu qoyub göndərirlər vərəm institutuna. Vərəm institutunda da müalicə eləyiblər. Deyiblər, bunun ağciyərində müəyyən payı kəsib götürmək lazımdır. Uşaq da çox zəifdir. Ona görə gərək kağız qoyasınız. Uşaq zəif olduğuna görə atası razı olmur. Qaytarır bunu Yanşaq kəndinə. Yanşaq kəndində evlərinə çatanda bizim rayonda milisioner Səfər vardı. Bu Səfərin qohumları olur bunlar. Səfər deyir ki, yox, aparaq o həkimimizin yanına. Gecə saat 12-1 iradələri olardı, pəncərəm döyüldü. Açdım qapını, bunlardı, baxdım uşaqda tənəffüs çatmazlığı, uşaq boğulur, artıq axır nəfəsidir. Getdim, səhərə qədər xəstə ilə məşğul oldum, az yüngülləşmə oldu. Birinci sutka keçdi, ikinci sutka saat 2 iradələrində Səfər yenidən gəldi yanıma. Xahiş elədi ki, gedək, baxa, uşağa bir də bax, aparıram, artıq ölür. Bir də getdim xəstəxanaya. Buna asos elədim, qusturucu dərmanlar müəyyən ki, bəlğəmi tamam xaric eləcək yerlərdən. Adətən belə görmüşəm, uşaqlar ölənə yaxın onun ağzından son bir nəfəs çıxır. Belə bir son nəfəs uşağın ağzından çıxdı, elə bildim da öldü. Bu, ağız dolusu çirkli bəlğəm qustu. Gördüm bir şey yerə dəydi, səs elədi. O sanitarkaya dedim ki, aş görək o nədir? Baxdıq ki, 2 il yarım əvvəl udduğu saat çarxı ağciyərlərin bronxların bifurkasiyasında yerləşib, oradan kalsifikasiya olunub. Bir ayaq düzəldib, bu bronxun bir tayına, bir ayaq düzəldib bir tayına. Açdıq, sildik, çıxartdıq, baxdıq ki, bu kiçik saat çarxıdır. Anası başına vurdu ki, bu mənim evim yıxılsın. Bu saatı evdə söymüşdü, uşaq oynadı. Neçə dəfələrlə mən onun əlindən alıb tullamışam bunu. Neçə dəfələrlə mənim onun əlindən alıb tullamışam. Nəysə, uşaq 2 sutkadan sonra tam ayıldı, oldu sappasaq. Onda milisioner Səfər, o qardaşımız çox gözəl bir məqalə yazmışdı. Azərbaycan Gəncləri qəzetinə ağciyər vərəmi yoxsa dəmir parçası. O sağalan həmən uşaq sağaldı, bu saat ev ailə, uşaq sahibi ev sahibidir.